Hər kəsə yenidən salamlar. Keçən hissəmizin sonunda dedik ki, bu ayədə xəlifənin məsum bir imam deyil, xəta edə bilən bəşəriyyət olduğunu sübut edən ən böyük şahid mələklərin özüdür. Bəli, bunu necə izah edəcəyini çox maraqla gözləyirəm. Axı mələklər orada Allaha sadəcə bir sual verirlər. Gəl o sualın tam mətninə baxaq. Allah, mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm deyəndə, mələklər dərhal belə cavab verirlər. Sən orada fəsad törədib, qan salacaq bir kəsmi yerləşdirəcəksən. İndi sənə bir sual. Əgər Allahın bəhs etdiyi o xəlifə heç vaxt günah etməyən, qüsursuz, məsum bir imam idisə, mələklər niyə o fəsad törədəcək, qan tökəcək dedilər? Doğrudan da. Məsum bir adam necə fəsad törədib qan tökə bilər? Əgər mələklər Allahın sözündən o xəlifənin məsum olduğunu anlasaydılar, bu sualı heç vaxt verməzdilər. Deməli, mələklər də o xəlifə sözünün arxasında şəhvətləri olan, xəta etmək potensialı olan bir varlığı, yəni bütövlükdə insan növünü gördülər. Mükəmməl məntiqdir. Bəzi müasir şiə debatçıları bu çıxılmaz vəziyyətdən qurtulmaq üçün deyirlər ki, mələklər cahil idilər. Onlar Allahın nəzərdə tutduğu o xüsusi məsumları anlaya bilmədilər. Amma xoşbəxtliklə ən nəhəng şiə müfəssirləri bu zəif arqumenti darmadağın edirlər. Nə deyir o böyük alimlər? Məsələn, Nasir Məkarim Şirazi Əl-Əmsəl təfsirinin 1-ci cildində yazır. Mələklər həqiqətlərdən birini bəyan etdilər. Ona görə də Allah onların sözlərini inkar etmədi. Sadəcə olaraq işarə etdi ki, bu həqiqətlə yanaşı, yəni qan tökülməsi ilə yanaşı, sizin bilmədiyiniz başqa ali həqiqətlər də var. Yəni, Şirazi qəbul edir ki, mələklər haqlı idi, o xəlifə doğrudan da qan tökən bəşəriyyətdir? Bəli, hətta Əllamə Ət-Təbətəbai də Əl-Mizan təfsirində bunu daha da kəskin deyir. Allah Teala yer üzünün xəlifəsindən fəsadı və qan axıtmağı inkar etmədi. Əksinə, mələkləri bu iddialarında təsdiq elədi. Subhanallah, mənzərə tam aydınlaşdı. Allah xəlifə yaradacağım deyir, mələklər başa düşür ki, bu xəlifə xəta edən, qan tökən, fəsad törədən bir varlıqdır, yəni bəşəriyyətdir. Allah da mələklərin bu fikrini təsdiqləyir və inkar etmir. Bütün bunları qəbul edəndən sonra eyni ayədən baxın Allah məsum imam təyin edir arqumentini çıxarmaq sadəcə mətni zorlamaqdır. Çox gözəl xülasə etdin. Şiə alimlərinin öz təfsirləri, mələklərin sualı və Allahın cavabı bu ayənin xüsusi bir siyasi teoloji imamətə yox, insanın yaradılış qayəsinə həsr olunduğunu sübut edir. Amma bilirsən, şiə debatçıları asanlıqla təslim olmurlar. Onların qrammatikaya söykənən başqa bir iddiaları var. Qrammatika hansı sözə ilişirlər? Ayədəki cəil sözünə, yəni mən bərqərar edəcəyəm sözünə. Deyirlər ki, ərəb dilində ismi fail, yəni feili sifət, davamiyyət bildirir. Yəni Allah demək istəyir ki, mən qiyamətə qədər davamlı olaraq yer üzündə məsum xəlifələr, imamlar təyin edəcəyəm. Doğrudanmı ərəb dilində bu söz həmişə davamiyyət bildirir? Bax, elə bunun cavabını tapmaq üçün Quranda Həzrəti Musanın anası ilə bağlı ayəyə baxacağıq və Fəthullah Əl-Kəşani kimi şiə təfsirçiləri bu iddiaya necə son qoyacağını silsiləmizin 3-cü hissəsində eşidəcəyik.